Salam dostlar, Kanal Dani Ribətə. Bu yaxınlarda Hacı Zeynalabdin Tağıyevin haqqında çəkilən filmin 4-cüsü nümayiş olunur. Birinci hissəni izləmişdim, ikincini, üçüncünü təəssüf ki izləməmişəm. İndi 4-cünü izləməyə gəlmişəm. Bu adam kimdir, niyə haqqında bu qədər şəhər əfsanəsi var deyə yox əlbəttə ki. Hamımızın hələ uşaq yaşlarından evdə ailə böyüklərimizin Tağıyev haqqında dediklərinə qulaq aşinalığımız var. Manav Süleymanovun eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabının ilk tirajlarından biri bizim evdə var. Bu kitab 38 ilin kitabıdır. Mən uşaq idim, xatirimdədir ki, bizim ev əhli bu kitabı oxuyurdu. Burada Tağıyevlə bağlı çox məlumatlar var. Bizimkilər də oxuyub aralarında müzakirə edirdilər. Elə o zamandan bu yana Tağıyevin öz milləti üçün nə qədər böyük işlər gördüyünü bilirdim. Əlbəttə ki, sonralar mən də bu kitabı oxudum. Dəyərli və vacib kitabdır Manav Süleymanovun bu kitabı. Bizim evdəki çox köhnəldiyinə görə 2-3 il bundan qabaq yeni nəşrini aldım. Bu arada yeni nəşr də göstərim sizə. Bu avtoqrafı isə Eldar Mansurovun avtoqrafıdır. Keçən il dəyərli bəstəkarımızla görüş təşkil olunmuşdu. Qızım da orada iştirak edirdi. Mənə sürpriz edib Eldar müəllimdən avtoqraf almışdı. Ona görə indi bu kitab mənim üçün 2 qat dəyərlidir. Hələlik sizinlə sağollaşırıq dostlar. Patillərim sizə nə deyir? Dani Ribətə kanalına abunə olun. Paka paka.